Duanın qəbul olunması ilə bağlı danışacağıq. Niyə bəzi insanların duası qəbul olur, bəzilərinin duası qəbul olunmur və duanın frekansı nədir? Bu gün bunlar haqqında danışacağıq. Ümumiyyətlə, hər bir insan dua edir. Dua bir insanın qədərini, taleyini dəyişdirə bilən bir şeydir. Yəni, sən dua eləməklə, bir şeyi istəməklə öz taleyi, qədərini dəyişə bilərsən. Çünki hər kəsin bildiyi kimi, hər bir insanın qədəri, taleyi onun əməllərinə uyğundur. Yəni, bugün sən bu dünyaya yaxşı bir şey verəcəksənsə, dünya sənə yaxşı bir şey verəcək. Sən bu dünyaya mənfi nələrsə ötürəcəksənsə, dünyadan da mənfi cavabı alacaqsan. Amma niyə bəzi insanların duası qəbul olur, niyə bəzilərinin duası qəbul olmur? İlk öncə biz onu bilməliyik ki, Allah bir şey bizə xeyirlidirsə, ziyanı yoxdursa, bəli, onu verəcək. Və verdi nemətdir, vermədi hikmətdir. Bu prinsiplə biz bu məsələyə yanaşmalıyıq. Amma indi sən deyə bilərsən ki, yaxşı, axı mən bir şey istəyirəm, o mənim üçün xeyirlidir. Bəs onu mənə niyə vermir? Bəlkə də bu sənə görə xeyirlidir. Sən arxa planda nəyin baş verdiyini, nəyin necə olacağını hələ tam anlamırsan. Məsələn, sən bir maşın istəyə bilərsən. Allahım, mən maşın istəyirəm. Və o maşını sənə Allah verməsin. Oturub arxa planı sən düşürsən ki, nələr baş verir, Allah bunu mənə niyə vermədi? Əslində bu çox rahat olacaq. Bəlkə də o maşını sənə verərdi. 3 gün, 5 gün sonra sən hər hansısa bir qəza törədə bilərdi. Bu gün bunun qarşısı alınması üçün Allah bunu sənə vermədi. Sadəcə olaraq biz bir insan olaraq arxa planda baş verənləri görmürük, hətta görmək də istəmirik. Bəli, dua etməlisən, istəməlisən. Duanın frekansı məsələsinə gələndə isə ki, biz dua edirik, hansı halda dua qəbul olar və yaxud da olmaz. Siz dua edirsinizsə, burada frekansınız çox önəmlidir. Frekans dediyimiz nədir? İnsanın enerjisel olaraq titrəşimidir. Yəni, sən təkcə ətə bürünmüş bir varlıqsan. Sən təkcə ətdən ibarət bir varlıq deyilsən. Sən ətə bürünmüş bir varlıqsan və sənin özünün də bir enerjisi var. Bir titrəşimin var. Bir radyo düşünün. Həmişə hamımız bunu eləmişik, getmişik, çevirmişik ki, hansısa o herzi tutaq. Biz o herzi tutduğumuz an, orada səslənən ifadələr, musiqi nədirsə, biz dərhal onu eşitməyə başlamışıq. Çünki həmin radyonun tezliyinə artıq uyumlandıq. Bugün insan da belədir. Bolluğun, bərəkətin, ruzinin frekansına uyumlanmaq məsələsi var. Sən dua edirsən. Təbii ki, sənin Allah bütün duaları qəbul edəndir. Bunu mütləq şəkildə biz bilməliyik. Hansı mövzuda dua edirsən, ona baxmalısan. Və əgər sən bir şeyi Allahdan istəyirsənsə və o sənə onu hələ də vermirsə, otur bir düşün. Tamam, məsələn, mən Allahdan pul istəyirəm. Amma Allah onu hələ də mənə vermir. Niyə vermir? Bunun qarşısını kəsən nədir? Çünki sən yaradılışdan çox mürəkkəb bir varlıqsan. Yəni, sənin şuuraltı proqramların var. Sənin dilində məntiqsel olaraq, məntiqinlə istədiyin nədir? Puldur. Bəlkə də sən şuuraltının bir yerlərində pula əl çək olaraq baxırsan. Bəlkə də sən şuuraltının bir yerlərində pulum çox olsa, gedərəm yolumu azaram, gedərəm kimisə haqqına girərəm, kimisə alçaldaram və yaxud da ki, mən özümü insanlardan üstün tutaram düşünürsən. Sən maşın istəyə bilərsən. Bu maşını sən həqiqətdə öz rahatçılığın, komfortun üçün istəyə bilərsən. Amma digər tərəfdən isə sən bu maşını qoy mən alım, sürüm, insanlar mənə baxsın, mən daha güclüyəm, məni üstün görsünlər düşüncəsində də istəyə bilərsən. Allah qəlbləri biləndir. Və o sənin, o qəlbi və o istəyinin əsas kök səbəbini bilir. Bəli, indi yenə siz sual verəcəksiniz. Bəzi baxan
videonu izləyənlər ki, indi az adam izləyə bilər. Bəlkə bir müddət sonra, 10 gün sonra, 15 gün sonra çox adam bu videoya baxa bilər. Həyatdır. Deyə bilərsən ki, yaxşı, bəs niyə filan kəslərin axı istədiyi olur, onun maşını var, amma halbuki o çox insanın haqqını yeyir. Bəs niyə məndə yoxdur? Sualı verə bilərsən. Bəs Rüfət bəy, niyə bu haqda danışmırsınız ki? Sualını da verə bilərsən ki, verirsən. Mən artıq onu anlayıram, hiss edirəm onu. Əziz insan, hər bir insanın öz həyat yolu var. Sən hələ də kiminsə haqqını yiyənin maşını var düşüncəsində olduğun üçün sənin maşının yoxdur. İndi niyə? Mən sənə onu da açıqlayayım. Sən baxırsan ki, məsələn, Əlinin maşını var, amma bu insanların haqqını yiyəndə axı bu necə olur? Amma sən özün haqq yiyən biri deyilsən. Haqq yeməyi özvə ayıb bilirsən. Doğru, düzgün bir şey bilmirsən. Ki, bəli, haqq yemək doğru, düzgün bir şey deyil. İndi sən ora fokuslandığın üçün ki, Əlinin maşını var, amma haqq yiyəndir, sən şuuraltıva bir siqnal verirsən ki, bax, Əli haqq yiyəndə o maşını var. Deməli, gərək sən də haqq yiyəsən ki, sənin maşının olsun. Amma sən də haqq yeməyəcəksən axı. Sən demək nə eləməlisən? Sən şuuraltıvı dəyişməlisən. Sən ora fokuslanmalı deyilsən. Əliyə fokuslanma, özünə fokuslan, öz daxili dünyaya fokuslan. Sən başqalarına, başqa yerlərə, başqa insanlara fokuslandığın üçün onların yaşadığı həyat tərzini artıq sən yaşamağa doğru gedəcəksən. Amma sən onu yaşaya bilmərsən axı. Çünki sən heç vaxt bəyəndiyin insanlara fokuslanan biri deyilsən. Ancaq bəyənmədiyin, əksiyini gördüyün, qəbullanmadığın, qəbul edə bilmədiyin insanlara fokuslanırsan. Onda var, məndə niyə yoxdur? Məndə niyə yoxdur sualı düzgün sual deyil. Onda var, niyə var sualı da düzgün sual deyil. Sən bir insanın hansı yaxşı hərəkətlər etdiyini, bu dünyaya necə müsbət bir şeylər qazandırdığın səbəbini bilmirsən. Gəlib keçsək karmik məsələlərə ki, sən deyirsən ki, kimisə haqqını yeyir, qoy yesin. Sənə var. Sən ədalət təmsilçisənmi? Xeyr. Allah onu bilmirmi? Allah onu görmürmü? Görür, bilir. Bəs niyə icazə verir? O onun karmasıdır. O onu yaşamalıdır. O hissi, duyğunu anmalıdır. Qoy yaşasın. Onun haqqına girilməyi sən niyə narahat edir ki? Artıq bunlar karmik məsələlərdir. Əslində bu barədə danışacağıq. İnşallah növbəti videolarda olacaq bu barədə də. Amma sən ora fokuslanmısan, ora fokuslana bilmərsən, sən özünə fokuslanmalısan. Ora fokuslanıb ayırdığın vaxtı sən özünə ayırsan, öz üzərində çalışıb işləsən, sən çox şeyi yarada bilərsən. Hər bir insanda o potensial var. Bir şey istə, zamanı gələndə, sən hazır olanda o sənə veriləcək. Bax, məsələn, sən bugün milyonçu olmaq istəyirsən. Həyatın boyu maksimal bir 50.000 manat məbləğ görərsən, bəlkə 30.000 manat bir məbləğ görmüş olarsan. Ki, bankdan belə sən gəlib bu məbləği götürəndə həyəcanlanırsan. Bu pulu neyiniyim, hara verəcəm, qoy bunu gizlədim, saxlayayım, aparım elə qoyum ki, birdən oğurlanar. Proqramları görürsən. İndi təsəvvür etsən milyonçu olmuşsan, sən milyonu neynəyəcəksən? İnan ki, dəli olarsan. Çünki sən hələ o qədər məbləğə hazır deyilsən. Hazır olmaq üçün nə etməlisən? Dəyişməlisən. Buranı dəyişmirsən, amma hər şeyi istəyirsən. Olarmı elə? Olmaz. Bu bilsən nəyə bənzəyir? Buranı dəyişməyib nəyəsə istəmək. Duş qəbul eləmirsən, həftələrlə çinmirsən, bədənəvi təmizləmirsən. Amma hər gün təzə paltar giyinirsən. Alt yapını təmizləmədən üstü dəyişirsən. Üstə alta görə başlayacaq çirklənməyə. Ona görə də alt yapıdan başlamalısan təmizliyə ki, üstə sənin yığdığın hər şey təmiz qalsın. Bir sözlə,
Sizin etdiyiniz hər bir duanın, ağzınızdan çıxardığınız hər bir kəlmənin bəli bir frekansı var. Bir titreşim var. Hal-hazırda mən də danışıram, bunun necə bir titreşimdir. Bir duadır. Həmişə Allaha demirdimmi? Ay Allah, haqqımda nədirsə mənə xeyirlisini ver. İnşallah xeyirlisi. Xeyirlisi olar qardaş kimi ifadələr işlətmirdimmi? Allah da sənə xeyirlini verir də. Sən istəmirsən də Allahdan xeyirlisini. Özün istəmirsən özün üçün hər şeyin ən xeyirlisi olmasını. Bu da sənə xeyirlidir. Bəs sonra niyə deyirsən ki, mən falan şeyi istədim, Allah mənə vermədi? Sənin üçün xeyirli olan budur deyə vermir də. İndi niyə ondan üst çevirirsən ki? Bir ana övladını qorxur, hansısa bir həyəcan yaşayır. Məsələn, övlad qaçır, əlindən buraxır ananı, qaçır gedir yolu keçməyə. Ana qorxu yaşayır və gedir övladını az qala bir vura. Niyə əlimi buraxdın deyə. Orada ananın məqsədi daim əlimdən tut deyildi ki. Ananın məqsədi övladını qorumaq idi. O da öz qorxularını orada yansıtdı. Bəli, deyə bilərsiniz ki, yox, o da düz eləmir, amma onu da qınaya bilmərsən, çünki onda qorxular var. Birdən övladıma nəsə olar. Yəni, əziz insanlar, düşüncələrinizi dəyişməlisiniz. Yəni, bu gün mən də bir şey istəyə bilərəm. Verdi neymətdir, vermədi hikmətdir. Mən bir söz deyə bilmərəm. Mən uzada bilmərəm o məsələni. Zamanı gələndə verəcək. Bugün siz də. Siz oturub zamanı da gözləməyin. Yəni ki, mən bir şey istəmişəm, zamanı gələndə verəcək. Zamanı gələndə verəcək bilirsiniz nədir? Yəni, sən hazır olanda sənə veriləcək. Sən hazır olanda, sən həqiqətənmi bugün istədiklərin hamısına hazırsan? Bu sualı özü ver. Daha sonra vaxtın olsa bu videonu bir də izlə. Çünki sən hər dəfə bu videonu izləməklə səndə yeni bir açılımlar gedəcək.